Esselamu aleykum. Növbəti hərflərimizə keçək. Bu günlərin bu iki hərfi keçəcəyik. Əvvəlcə bir xatırlatma edim ki, kim bu da videonu görürsə, növbəti bundan əvvəlki olan, daha doğrusu dərslərimizə baxsın, sonra bunlara baxsın, yəni başdan götürsün. Biz əlif hərfini keçdik, B hərfin, T hərfin, S hərfin, cim, H, X hərfini keçdik. 7 hərfi bitirmişik. İndi bu günlərin dəl və zəl hərfini keçəcəyik. Fikir versiniz, bu iki hərflə bu iki hərf biraz bənzəyir, amma biri biraz böyük kimi, uzun kimi yazılır, biri biraz qısa. Yadınızdadırsa, mən əlif hərfini keçəndə demişdim ki, iki cür yazılır. Normalda məsələn hərflər 4 cür yazır da, yəni sərbəst forma, əvvəldə, ortada, sonda. Əlif hərfi isə özündən sonra hərfə birləşmədiyinə görə ortada, sonda bir yazılır, əvvəldə sərbəst bir yazılır. Ona görə bu hərflər də onlardandır. Baxaq indi dəl hərfinə. Dəl hərfi. Ümumiyyətlə D səsini verən hərfimiz, başqa bir hərfimiz də var. O, məsələn, başqa cür yazılır. Bu başqa cür yazılır. Necə? Dəl hərfi D səsini verir. D. Deməli, bax, belə yazılır. Belə. Dəl hərfi. Bu səsi tələffüz edərkən biz dilimizin ucunu ön dişlərin dibinə toxunduruq. Dəl. İncə hərfdir, qeyd edeyim ki, incə. Çünki biz növbəti D səsini verən qalın hərf keçəcəyik. Yəni, növbəti dərslərimizdə. Ona görə bu incədir. Məsələn, o qalın olacaq. Ona görə fikir verin, buna incə. Dəl hərfidir. Bunun indi əvvəldə, sonda, orta necə yazıldığını, yəni irəliləyən dəqiqələrdə deyəcəm. Çünki o birisi hərfi də deyim. Bax, bu zəl hərfini. Zəl hərfinlə dəl hərfi çox bənzəyirlər. Sadəcə nöqtələrinə görə fərqlənir. Bu da zəl hərfidir. Z-əl, zəl. Yəni Z hərfini verir, səsini çıxardır. Necə, tam olaraq necə tələffüz olur, onu deyəcəm. Baxın, biraz belə tam yumru deyil, belə yazılır. Yəni balaca yazılır. Bu xəttin içi boyda. Amma pərtəkdir bu zəl hərfi. Necəsə pərtək çıxar. Biz dedik ki, pərtək hərfi bir dənə keçmişdik. S hərfi, S. Yəni dili dişlərdən önə çıxardırıq. Yumuşaq pərtək tələffüzü, incə hərfdir və qeyd edim ki, bax necə? Zəl, zəl, zə, z, z. Bax belə, z. Uşaqlar təzə danışırlar, pərtək, bax elə. Bir də ki, yenə qeyd edirəm ki, bu iki hərfimiz də özündən sonra heç bir hərfə birləşmirlər. İndi əvvəldə, ortada, sonda necə yazılır hər iki hərf, onlar deyəcəm. Baxaq birinci dəl hərfinə. Dəl hərfinin sərbəst formasını burada yazmışam. Bax, burada. Bu dəl hərfidir. İndi, əslində bu xəttin içində yazılmalıdır. Məsələn, biraz belə aşağı keçsə başqa bir hərf olur. Çünki bax, bayaq dedim, hərflər oxşuyur. Ona görə yəni fikir verin ki, biraz balaca yazı burada xətti kəsmişəm. Dəl hərfi özündən sonra heç bir hərfə birləşmir. Ona görə əvvəldə olduğu kimi yazır. Yəni bu xəttin içində yazmadım. Bax belə, olduğu kimi yazır. Çünki burada heç bir birləşməsi yoxdur da. Əvvəldən də heç bir, yəni bir şey birləşməyəcək. Çünki əvvəldə yazılır. Ona görə sərbəst forma kimi yazılır. Ona görə bu hərfi iki cür yazılan hərf deyilir. Əvvəldən, yəni özündən sonra heç bir şey birləşmədiyinə görə birinci əvvəldə belə yazacaq. Sonra ortada necə yazılacaq? Ortada axı hər iki tərəfdən birləşməlidir. Deməli, bax, belə olacaq. Belə, belə. Bax, bu bunun ortada yazılan forması. Yenə buradan heç bir hərfə birləşməyəcək. Bu formada qalacaq. Oldu mu? Axı buradan nəyisə birləşməlidir. Ona görə bu çıxıntı var. Deməli, burası da bax, tam düz gəlmir. Yumru kimi. Yəni necə, bax, belə. Elə bir ki, bu hərfi deyil. Burasından bir dənə çıxıntı çıxır birləşmək üçün. Burada yəni birləşmə yeri yoxdur burada. Tam düz deyil də, çıxıntılıdır. Bir dəqiqə mən bunu təkrar yazım. Deməli, bu oldu əvvəldə. Bu oldu. Biraz yumurlu yaxılıb. Belə. Ortada. Və sonda. Sonda da yenə ancaq buradan birləşir. Yəni özündən sonra birləşmə olmalı. Eyni yazır. Bax belə. Bir dənə buradan birləşmə var. Çünki sondur da. Sonda isə əvvəldən burasından. Buradan birləşir. Buradan birləşir. Burada da buradan birləşir. Bu sonlarda heç nədən birləşə bilmir. Özündən sonra heç bir hərfə birləşmir. Yəni iki forma var. Ya belədir, ya da belə. Eyni qayda ilə zəl hərfi də belədir. Zəl hərfində biz dedik ki, eyni hərflərdə sadəcə üstündə nöqtə var. Bunu yazım zəl.
Z səsini verir. Qeyd edim ki, nöqtə var üstündə. Burada da nöqtə olacaq. Burada da nöqtə olacaq. Burada da nöqtə olacaq. Eyni hərfdir. Sadəcə nöqtəsi var. Bax, burada nöqtəsi var. Bir dəqiqə bunu silim. Və altdan bir də yazıram. Bu dəl hərfidir. Bu isə zəl hərfidir. Zəl qeyd edim ki, mən indi belə deyirəm. Əslində pərtəyə çıxmalıdır. Zəl, z, z. Bunu öyrənəndə belə öyrənirsin, çünki sonra çətin olacaq. Yəni, pərtə hərf biz bir dənə demişdik, S hərfidir. F hərfi. Bax, bu hərfimiz pərtəkdir. Bir də bu. Növbəti, yəni var hansı, sadəcə hələ ki ikisini keçmişik. Özündən sonra birləşməyən hərflər isə, indi bunları qeyd edeyim. Bir budur, bir də bunlar ikisi bugünkü işlərimiz. Qalanlar hamısı 3 cür yazılır. İndi növbəti dərslərimizdə hansılar olacaq, onları deyəcəm. Hələlik növbəti dərslərimizdə görüşərik.